Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, şagirdlər və riyaziyyat sevərlər. Deməli, Dövlət İmtahan Mərkəzinin keçən il, yəni ki, 2025-ci il iyunun 1-də birinci qruplar üçün blok imtahanına saldığı belə bir bu sualın, yəni ki, həllində problem olduğu və səhvlik olduğunu belə göstərməyə, isbat eləməyə çalışacağım sizlərə. Deməli, problem nədədir əslində? Burada bərabərlik verib bizdən x plus y cəmini istəyir və cavab da tapılır ki 7. Amma bu belə deyək ki doğru deyil, düzgün qəbul edilmir. Niyə düzgün qəbul edilmir? Gəlin bir sualı araşdıraq. Sual bizə deyir ki x kvadrat üzərinə gəlinsin 10x çıxılsın y kvadrat. Gəl belə yazaq, çıx 4y plus 21 bərabər olsun 0-a. Bərabər olsun 0-a. Burada belə bir şey eləyək. X kvadratı üzərinə gəlinsin 10x plus 21 yazaq. Bu 21'i yazdım. Bax, buradakı bu hər ikisindən mənfi y kvadrat və mənfi 4y-dən mənfi 1'i mötərizə xaricində çıxartsam, qalacaq y kvadrat plus 4y. Bərabər olacaq nəyə? Bərabər olacaq 0-a. İndi burada x kvadratı plus 10x. Gəlin belə bir şey edək. Nə eləyək burada? Gəlin bu x kvadrat plus 10x'i tam kvadrata gətirək. Bunun üçün x kvadratı plus 10x plus 10'un yarısını eləyir 5 kvadratı eləyir 25 gəlirəm və burada bir 21 var. 25 gəldiyim kimi çıxıram ki problem yaratmasın. Çünki bu 25'lər ixtisar getsə yenə də ifadə olduğu kimi qalacaq. Çıxılsın. Bax, bu həmçinin də ki bu mötərizə daxilindəki olan ifadəyə də yenə tam kvadrata gətirsəm olacaq y kvadrat plus 4y. 4'ün yarısı eləyir 2 kvadratı 4 gəldim, 4 çıxdım. Bərabər olur nəyə? Bərabər olur 0-a. Belə. İndi bax bura, bax bu hissə bizə verir nəyi? Bizə verir x plus 5'in kvadratı üzərinə gəlinsin 25 plus 21 çıx 25 çıxılsın. Bax, bu hissə nə verəcək bizə? Bax, bura bizə verəcək y plus 2'nin belə deyək kvadratı və nə? Üstə gəlinsin olacaq 4. Bax, belə. Bərabər olacaq 0-a. İndi burada bu 21 ilə 4 25 eləyir. 25 eləyir. Və burada belə deyək. Bax, bu 25'in biri burada artıq gəlib. Burada 25 olmamalıdır əslində. Burada bu 25 ilə gelir. Nə qalır? Qalır nəhayət x plus 5'in kvadratı çıxılsın y plus 2'nin kvadratı bərabər olur 0-a. Bax, belə bir bərabərlik aldım mən burada. İndi əslində proses bundan sonra başlayır. Bizdən nə istəyir? Bizdən x plus y cəmini istəyir. Müxtəsər vurma düsturlarından deməli a kvadratı çıxılsın b kvadratı düsturuna əsasən mən bunu yaza bilirəm ki a plus b a minus b. Bax, bunu bu şəkildə vuruqlara ayıra bilirəm. İndi burada yenə də bax, burada x çıx 5 a'dır. Y plus 2 tutalım ki bir b'dir. Bunu yazsam bir dəfə olacaq bunların cəmi. Yəni ki x plus 5 plus y plus 2 vurulsun. Fərqi olacaq x plus 5 çıxılsın y çıxaq 2. Bərabərdir 0 olur. Burada ayrı-ayrılıqda vuruqları 0-a bərabər eləsəm x plus y deməli plus 7 bərabər olur 0-a və x çıxılsın y üstə gəl 3 bərabər olur 0. Buradan x plus y bərabər olur mənfi 7'yə. X minus y bərabər olur mənfi 3'ə. Bizdən x plus y cəmi istəyir. Ona görə olur mənfi 7. Bax, burada əslində çap xatası gedib. Bu A variantıdır. Mənfi 7 belə götürülə bilər.
Amma ki burada belə deyək, problem olduğu necədir? Yəni mən onu izah eləməyə çalışıram ki, həqiqətən də burada problem var. Gəlin bunu silək. Bu bizə lazım deyil. Çünki düzgün həll yolu deyil, belə deyək. Burada bax, fikir ver. Bərabərliyi gəlin aşağı çəkək. Bax bunu. Bunu çəkək aşağı. Bunun üzərində işləyək burada. Burada x plus 5'in kvadratı çıxılsın y plus 2'nin kvadratı bərabərdir 0 olur. Mən bunu belə yazmaq istəyirəm. Yazmaq istəyirəm ki, x plus 5'in kvadratı bərabərdir y plus 2'nin kvadratı şəklində yazıram. Yaza bilirəm də, yaza bilirəm. İndi burada bu bərabərliyi, bax, bu bərabərliyi ödəyən sonsuz şəkildə belə deyək ki, həqiqi ədəd var. X, Y həqiqi ədədləri var. Necə? Tutalım ki, mən x-a verirəm -1. Məsələn deyirəm. Nə olur? Olur -1 üstəgəl 5'in kvadratı bərabərdir y plus 2'nin kvadratı olmuş olur. Buradan nə eləyir? Buradan eləyir 4'ün kvadratı. Y plus 2'nin kvadratı bərabər olur nəyə? 16'ya. 16'ya. Belə deyək ki, məsələn, indi buradan ikinci dərəcədən kök alsam, y plus 2 bərabər olur 4'ə, y bərabər olur 2'yə, 2. Və y plus 2 bərabər olur -4'ə, y nə olur? Y olur -6. Bax, gördün, 3 dənə burada qiymət aldım. X bərabərdir 1, y bərabərdir 2, y bərabərdir nə? -6. İndi belə deyək, bizə x plus y cəmin istəyir sualda. Sualda bizdən bunu soruşur. Burada yaza bilərəm. -1 çıx 6, -7 olar. Bax, bu ödəyəcək. Amma mən tutalım ki, bu -6 qiymətini yazmıram. Yazmaq istəyirəm, məsələn, 2 qiyməti. 2 qiymətini yazanda olur -1 plus 2, bu eləyir nə? Bu eləyir 1. Gördün, indi -7'ni götürüm, yoxsa 1'i götürüm. Və yaxud da ki, gəlin başqa bir, belə deyək ki, qiymətə baxaq. Belə etdə bərabərlik x plus 5'in kvadratı bərabərdir y plus 2'nin kvadratı. Bizdə bərabərlik bu şəkildədir. Tutalım ki, indi burada x olsun məsələn -2, belə deyək. Gəlin x-in yerinə, ya da ki, belə deyək də, x-a bu dəfə qiymət vermək, y-ə qiymət verək. Tutalım ki, y burada bərabər olsun. Nəyə bərabər olsun? Olsun məsələn -3. -3 yerinə qoysam nə eləyəcək? Eləyəcək x plus 5'in kvadratı bərabərdir 1, bərabərdir 1. Buradan x plus 5 bərabərdir 1, x nə olur? -4, -4. X plus 5 bərabər olur -1'ə, -1'ə. X da buradan bərabər olur -6. -6. Bax, yenə də 3 dənə qiymət gəldi. -3, -4, -6 qiyməti gəldi. Yenə də bax, bu -3 ilə -4'ü toplayanda -7 eləyir. Amma mən bunu götürmək istəmirəm də. Mən bu -7 eləyənləri götürmürəm. -6 ilə -3 toplayanda nə eləyir? Eləyir -9. Deməli, x plus y cəmi olur nə? Olur -9. -7 də olur. Amma ki, sualın şərtində bəzi dəyişikliklər eləmək lazım idi. Yəni ki, sualı imtahana salanda. Ona görə yəni ki, bu sual problemli sualdır. Problemli sualdır. Belə.